Azərbaycan Milli QHT Forumu bir illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransı keçirib. Azərbaycan Milli QHT Forumunun idarə heyəti bir illik fəaliyyət dövrünün forum üçün mühüm mərhələnin başlanğıcı olduğunu bildirərək qarşıdakı dövrdə həm yerli, həm də beynəlxalq miqyasda vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyə davam ediləcəyini vurğulayıb. Milli Qeyri-Hökumət Təşkilatı Forumu ölkədəki vətəndaş cəmiyyəti institutlarının çətir təşkilatı kimi öhdəsinə düşən funksiyaları icra etməyə başlayıb. Vətəndaş cəmiyyətinin ideya generatoruna çevrilib. Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli bildirir ki, ötən il mayın 15-də keçirilən Milli QHT Forumunun ümumi yığıncağı təsisatın həyatında yeni səhifə açıb, keyfiyyət mərhələsi yaradıb. Son bir il ərzində Milli Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti tamamilə yeni müstəviyə keçirilmişdir və daha çevik bir platformaya çevrilmişdir. Çünki son dövrlər Milli QHT Forumunun məqsədləri geniş olsa da, amma bir fəaliyyətində bir durğunluq hiss olunurdu və bu dəyişikliklərdən sonra artıq Milli QHT Forumu nəinki milli səviyyədə, eyni zamanda beynəlxalq səviyyədə də tanınmağa başladı. Qeyd edildi ki, Azərbaycan QHT sektoru artıq xarici siyasətin prioritet məsələlərində dövlət siyasətini gücləndirməsinə, effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb. Bu həm də onu göstərir ki, QHT inkişaf siyasətinin əsas məqsədlərindən birinə nail olmuşuq. Bugün Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişaf siyasəti ölkənin milli inkişaf prioritetləri siyasəti ilə ahəngləşib, ona uyğunlaşıb və bu çərçivədə həyata keçirilir. Milli QHT Forumu İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva isə QHT sektorunda son illər ixtisaslaşmanın güclənməsini təqdir edib. O, ixtisaslaşmaya nümunə olaraq Environmental Protection First koalisiyasında Ermənistanın dağ mədən sənayesinin ekoloji fəsadlarına qarşı mübarizə aparan QHT-lərin birləşməsini göstərib. Bu koalisiya tərəfindən Ermənistanın ekoloji cinayətlərini ifşa edən rəqəmsal xəritə hazırlanmışdır. Xəritə 3 dildə təqdim olunmuşdur: erməni, ingilis və Azərbaycan dillərində. Bu xəritəni biz COP29 çərçivəsində həm yan tədbirlə iştirakçılara paylanmasına, həm ötən il Kenyada keçirilən 59-cu vətəndaş cəmiyyəti konfransında paylanmasına, həmçinin də BMT-nin mənzil qərargahında ötən il sentyabrında keçirilən Gələcəyin Sammiti adlı tədbirdə bu məsələni geniş işıqlandırmışıq. Qeyd olundu ki, Azərbaycanın təşəbbüsü ilə 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT koalisiyası iqlim diplomatiyası qlobal ətraf mühitin qorunması hərəkatında QHT-lərin iştirakçılığını, rolunu gücləndirdi. COP-ların keçirilməsində yeni təcrübə formalaşdırdı. Günəş Rzayeva, Diana Cəlali, Nadir Cəlilov, Space xəbər.